Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Hər vaxtınız xeyir və bərəkətli dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri, bugün hər iki dünya xanıma, Seyyidəti Nisa'il Aləmin, Peyğəmbərin gözünün nuru, Peyğəmbərin eynən oxşarı, imamların anası, İmam Əli əleyhisselamın xanımı, xanım Zəhra selamullahi əleyhanın mövlud günüdür. Bu mövlud münasibəti ilə hər birinizi təbrik edirik və mövlud gününə təsadüf edən verilişimizdə məsələ xanım Zəhradan danışmaq istəyirik. Niyyətimiz də birdir. Hədislərdə vurğulandığı kimi bizlərin şad günündə şadlanmaq, qəmli günlərində qəmli olmağı tövsiyə edən imamlardan biz də güc alaraq, qüvvət alaraq verilişimizdə məsələ xanım Zəhranın nuru ilə nurlandırıb xanım Zəhradan danışaraq şadlanmaq istəyirik. Elə isə verilişimizin qonağı ilahiyyatçı, pedaqoq Aybəniz xanım Cəfərovadır. Xoş gəlmisiniz Aybəniz xanım. Xoş gördük. Mən də sizin hər birinizi salamlayıram. Çox sağ olun ki, bizi də dəvət etmişsiniz bu verilişinizə. Mən də bütün tamaşaçıları, o cümlədən bütün bu qrup heyətini, çəkilişdə olan, zəhməti olan, əziyyəti olan bu kanalın bütün işçilərinə və izləyicilərinə öz salamımı və təbrikimi ərz edirəm. Çox sağ olun. Allah sizlərdən razı olsun. İnşallah xanım Zəhradan əvəz alasınız. Məhz Aybəniz xanım, biz bu günləri İstəyirik ki, xanım Zəhranı ilk olaraq nə qədər danışsaq, fəzilətlərini dilə gətirsək, dilimiz aciz qalar. Nə qədər qələmlə xanım Zəhradan yazsaq, qələmlərimiz belə aciz qalar xanım Zəhra kəlməsinin qarşısında. O xanım ki, yerdən səmaya doğru nuru ucalan bir xanımdır. Məhz biz bugün o xanımdan əlimizdən gəldiyi qədərilə, nə qədər fikrimiz, zikrimiz, dilimizin ifadə edəcəyi qədər xanım Zəhradan danışası olsaq, əgər ilk sualı sizə versək ki, xanım Zəhra kimdir? Bizə xanım Zəhranı necə çatdırarsınız? Necə o xanımı bizə necə tanıtdırarsınız? Buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəyin və huvə xeyrun nasirin və muin. Rabbi şrahli sadri və yassirli əmri və hlul uqdətən min lisani yafqahu qavli. Xanım Zəhra salamullah aleyhə haqqında əgər bir cümlə ilə istəsək çatdıraq, bunu deyə bilərəm hədislərə istinadən. 12 imama höccət, zahid, alim, arif və ismət sahibi olan bir xanımdır. Və bütün bəşərin ən üstün xanımıdır. Ayətullah Cavad Amilinin gözəl bir sözü var. Deyir, Qurana görə qadın yüksək məqam sahibidir və insani şəxsiyyətə malikdir və o əyləncə alətinə çevrilməməlidir, buyurur. Və qadın o qədər kamilləşməlidir ki, nəinki qadınlara, hətta mömin kişilərə də örnək ola. Təhrim surəsi 11-ci ayədə də Allah Teala baxda buyurur, Allah iman gətirənlərə Fir'onun zövcəsini misal çəkdi. Təhrim 12 surəsində də, ayəsində də daha doğrusu Allah Teala buyurur ki, həmçinin namusunu qoruyub, ismətini möhkəm saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Yəni, qısacası, nəticə olaraq bunu ələ gətirmək olur ki, deməli, xanım Zəhra salamullah aleyhə bütün zamanlarda və bütün dövrlərdə və bütün bəşərə, nə ki qadınlara, kişilərə də həmçinin ülgü və meyar olan bir xanımdır. Məhz xanım Zəhradan danışanda həqiqətən ülgü olaraq o xanımı özümüzə ülgü götürə bilərik. Bacardığımız qədərilə, istər ibadətimizdə, istər ictimai fəaliyyətimizdə hər bir anda biz xanım Zəhranı özümüzə ülgü götürsək, əlbəttə ki, çox addımlaya bilərik və xanım Zəhranın o nurundan bir qismi də olsa Allah Teala bizlərə də nazil edə bilər, inşallah. Xanım Zəhranın fəzilətlərini dilə gətirsək, əgər xanım Zəhranın fəzilətlərindən nə deyə bilərik biz? Xanım Zəhranın fəzilətləri bir söz çoxdur, amma bir neçəsinə toxunaq inşallah ki, verilişin vaxtın azlığına görə. Xanımın təqvasına bir misal çəkək.
bilirsiniz, tarixdə də gəlib, hədislərdə də gəlib ki, xanımın kör kişidən hicablanması. Ona sual olunanda ki, kişinin ki gözləri görmür, sən niyə örtünürsən? Bir gözəl cavab verir. O ki görmür, mən ki görürəm və Allah ki görür. Və bu xanımın təqvasına bir dənə bir nişanədir, misaldır. Xanımın elmi ilə bağlı, elmi məqamına aid olan bir misal onu çəkə bilərik ki, özünün ölümündən xəbər verməsi. Xanım Fizzəyə öncədən xəbər verməsi və yəni çölə çıxarsan, qapını çöldən örtərsən, 3 dəfə çağırarsan, əgər hay verməsəm, əlini çağırarsan. Yəni, xanımın ölümünü bilən bilgisi, ölümü haqqında belə bilgisi xanımın elmindən bizə məlumat verir. Sadəcə bir misal kimi, xırda bir misal kimi verəcəm. Və xanımın həyasına bir dənə misal deyə bilərik. Bu da onun, yəni, bir var, həya hamımızda var, hamıda var, bütün insanlarda var. Allah deyir, həya 9-dur, hədisdə belə gəlir. Daha doğrusu 10-dur, 9-u qadındadır. Xanımın həyasına bir dənə misal onu deyə bilərəm ki, bilirsiniz ki, xanım Zəhra atasının dünyası dəyişəndən sonra daim ağlayırdı və bu onu çox narahat edirdi. Xanım Fizzə deyir, bir gün xanımın düşüncəli olduğunu gördüm və sual elədim ki, xanım, niyə bu qədər belə qəmginsən, düşüncəlisən? Daha çox dedi, ona görə ki, Fizzə mənə heç bu ərəblərin bu qayda qanunu mənə çatmır, qəbul eləyə bilmirəm. Bir ömür insan örtünür, hicablanır, çadıra geyir, bədəninin bütün girinti çıxıntıları, hündür alçaqlıqları örtüldüyü halda necə olur ki, dünyasını dəyişəndən sonra onun bədəninin həmin ölçüləri naməhrəm qarşısında görünür. Bu qadının, bu xanımın daha doğrusu, Həzrəti Zəhra salamun əleyhanın insan diri vaxtında deyil, diri vaxtda insana baxmaq insanda mümkündür, cəlbedicidir xanım, amma bir insan ki, dünyasını dəyişib, dəyişəndən sonra ki, hansı ki, insanda ikrah hissi yaranır ona baxmağa belə. Amma bununla belə bu xanım özünün əzalarının bilinməyindən narahatdır. Bu, onun həyasına bir dənə bir kiçik bir misaldır. Aybazam, elə o zaman İmam Əli əleyhissalama buyurur ki, mənim həmin o tabutumun üzərində örtərsiniz. Həmin o tabut məsələsinə inşallah elə gələcəkdir. Xanım Fizzə də deyir, birdən yadıma düşdü ki, mən bir ölkədə olanda orada görmüşdüm ki, belə bir tabutla aparırlar meyidi qəbristanlığa. Və deyir, götürdüm balaca təzə ağaclar budaqlarından, körpə budaqlardan həmin o formanı, o modeli deyir, onun üçün göstərdim və xanım güldü və sevindi. Atası dünyasını dəyişəndən sonra deyir, ilk onun sevinməsi və təbəssümü idi. Siz təsəvvür edirsiniz, insan bir ömür dərd çəkir, atası dünyasını dəyişəndən sonra, daha doğrusu aylarla ağlayır, gözünün yaşı qurumur, narahatdır. Amma bu yandan da nə üçün sevinir? Onun üçün sevinir ki, mən bu Allah üçün qoruduğum bu bədəni öləndən sonra da qoruya biləcəm. Və ona görə də xanım Zəhranın öləndən sonraki onun tabutu, bugün indi də hazırda ölənlərimizi ki, qəbristanlığa aparır, həmin o tabut elə həmin tabutdur. Və xanımın zöhdünə də bir də misal çəkmək istəyirəm. Xanımın zöhdünə bir misal budur ki, toy gecəsi öz gəlinliyini bir dilənçiyə verməsi məsələsi. Bu da bizə böyük bir dərsdir, ibrətdir, məktəbdir. Heç bir qadın bunu eləməz. Bu asan məsələ də deyil. Özün öz gəlinlik paltarını verəsən, ilk dəfə ailə həyatı quracaqsan, bu sənin ər evinə gedəcəksən, ən gözəl baxımlı olan gecəndir, amma öz gəlinlik paltarını kiməsə verirsən, yamaqlı paltarla ər evinə gəlin götürsən. Bu xanımın zöhdü haqqında bir dənə misaldır. Və bir də qadınlığı ilə bağlı, xanımlığı ilə bağlı. Bilirsiniz ki, hər bir insan haqqında ən düzgün diaqnozu, ən düzgün xarakteristikanı verən insanın ailəsi olar. Yəni, kişi üçün xanımdan soruş, xanım dəqiq deyər, necə insandır. Xanım haqqında kişidən soruş, kişi onun haqqında dəqiq diaqnoz verər ki, yəni xanım bu cür adamdır. Yəni, onu ki, bir-birlərini tanıyan kimi heç kəs tanımaz onları. Və Əli əleyhissalamdan da bu haqda xanımı haqqında sual eləyirlər və
əleyhissalam buyurur ki, xanım Zəhra nə vaxt deyir onun üzünə baxırdım, dərdlərimi unudurdum. Xanım Zəhra heç vaxt, heç bir işdə mənim batini, zahiri yox, nəinki zahiri, hətta batini istəklərimin belə əleyhinə çıxmadı. Yəni, iradə eləmədi ki, ona eləsin. Məsələn, biz mümkündür kişidən bir icazə alaq, 1000 dənə dil tökək, kişini razı salaq, kişi icazə verər, axır çarəsiz qalıb icazə verər. Biz də deyərik ki, hə, artıq icazə verdi. Məcburiyyətdən. Bəli, amma xanım deyir, hətta qəlbimdən belə deyir, əleyhissalam, mənim qəlbimdəki istəklərimi belə ziddinə bir addım atmamışdır. Yəni, bu xanımın elə bilirəm, qadınlığına da bu elə bir kiçik bir misal da olsa, onun qadınlıq dəyərini haqqında kifayət qədər bizə bilgi verir, necə bir xanım olub. Xanım Zəhradan ümumiyyətlə danışanda imamların göstərdiyi hədislər də onu deyir ki, xanım Zəhradan hər nə qədər danışsaq azdır. Hətta yaxınlarda belə bir alimin danışığını eşitdim ki, vurğulayır ki, hətta xanım Zəhranın adından belə təvaf eləməyin çox böyük bir əməl olduğunu vurğulayır. Çox böyük bir savabı var. Bəli, və elə xanımlarımıza da onu vurğulamaq istəyər ki, məhz Mövlud günümdə ki, xanım Zəhra səlamullah əleyhanın yolunda hər nə əməl etsəz, məhz bu günlərdə inşallah dövrümüzün imamını şad etmiş olarsınız. Çalışaq ki, bu şad etmələri çoxaldaq inşallah. Və Aybəniz xanım, bugünkü dövrümüzdə, hal-hazırda yaşadığımız bir mühitdə olan xanımlarımıza bəs bu Mövlud günündə nə demək istəyərdiniz? Tövsiyələriniz və yaxud da ki, onlara deyə biləcəkləriniz, buyurun. Bəli. Qadınların bilirsiniz ki, intellektual inkişaf və ləyaqətlərinin göstəricilərindən biri, onların bir evdə sakit və səmimi bir şərait, bir mühit yaratmağa çalışmalarıdır. Hər bir xanım istəyir ki, olduğu evdə bir sakit, rahat bir mühit yaratsın. Xanım Fatimə Zəhra da öz evində belə bir mühiti yaratmışdı. Və hətta yoldaşının, həyat yoldaşının narahatlığına səbəb olacaq bir kəlmə, bir söz belə ifadə etməzdi. Bunu Əli əleyhissalamın da dilindən dəfələrlə də eşitmişik hədislər vasitəsilə. Və o xanım ki, Əli əleyhissalam ki, dedi, mən nə vaxt ki, dərdim olardı, xanımın üzünə baxardım, dərdlərimi unudardım. Sizə bu dərd unutmaq, yəni elə hər bir xanımın üzü elə üzü gülərsə, əgər təbəssümlü olarsa, hər bir kişi baxıb dərdini unuda bilərmi? Sizcə bu zahirlə həll olurmu? Mən deyərdim ki, xeyr. İnanın ki, bu batini məsələdir, mənəvi bir məsələdir. Bir xanımın mənəviyyatı kamil olandan sonra onun gülüşə ehtiyacı yoxdur. Onun sükutu belə, sözsüz belə rəftarı, danışığı belə moizə ola bilər. Həyat yoldaşı üçün bir dənə stimul ola bilər. Və bilirsiniz ki, xanımın əslində həm təqvası, həm xalisliyi, səmimiliyi, kamil mənəviyyatlı olması, təvazökarlığından irəli gələn bu məsələdir. Elə bəzən insanların daxili aləmləri danışır. Biz bunu tarixdə də müşahidə eləmişik ki, bəzən insanlar bir-birlərinə baxırlar, danışmadan amma danışırlar. Və bu danışıq özü gözəl bir şeydir əslində. Alimlər deyirlər ki, insan gün ərzində 20.000 söz danışır. Qadın 20.000 kəlmə ifadə edir. Deyə bilərsən, məsələn, biri inkar eləyə bilər ki, axı, mən 20.000 kəlmə danışmıram, haradan mən kimdən danışacağam, nə danışacağam ki? Bəli, bu insanlar diqqət eləsinlər, vacib deyil bu kənarla danışasan. Mümkündür bu insan özü özündə kiminləsə danışar. Amma danışır. Zahirdən baxırsan, bütün gün evdə tək tənhadır, amma danışır. Yəni, o ehtiyac mütləq ödənir. Danışıq məsələsində qadının kimlə danışması o qədər önəmlidir ki, o onun zahirinə birbaşa sirayət edir. Xanım Zəhra Allahla danışan bir xanım olduğuna görə, mənəviyyatı kamil həddə çatmış bir insan olduğuna görə, onun bir kəlmə sözü yox, hətta sükutu belə həyat yoldaşı üçün nədir? Bir stimuldur, bir hərəkət vericidir.
Bilirsiniz ki, qadının əslində deyirlər, qadın çox danışan varlıqdır. Amma qadının çox danışması qəbahət deyil. Qadının qiymətini aşağı salan, onun belə deyək, şərafətini itirərək, zərafətini itirərək, zərifliyini itirərək və yaxud lətafətini itirərək danışmasıdır. Yoxsa onun gözəl danışması həyat yoldaşı üçün coşdurucu bir şeydir. Həyat yoldaşı ondan ləzzət alır. Bu xanımda həmişə kişi qadının danışdığı sözə diqqət eləyər. Nə danışdığına fikir verər. Çox danışdığına yox, az danışdığına yox. Hətta bir dənə cümlə deyər, o cümlənin dalınca görərsən kişi özü deyər ki, necə, nə demək istəyirdin? Burada bir dənə fikri tamamla, mən tam tuta bilmədim. Görərsən ki, istəyər ki, qadın danışdırsın. Çünki coşdurur qadın kişini o danışığı ilə. Amma qadın da var ki, danışar kəlməsi ilə kişini özündən uzaq eləyər. Və ona görə də əslində deməyim budur ki, bugünkü qadınlara bilməyimiz bu vacibdir ki, bəzi alimlərimiz də bunu deyirlər. Ustad Əli Rza Pənahyanın bir gözəl sözü var. Dillə dil insanın qəlbinin çıxışıdır. Amma gözlə qulaq qəlbinin girişidir. Yəni gözlə baxırsan, qəlbə bir şey qonur. Qulağınla eşidirsən, qəlbə bir şey qonur. Yəni bu girişlərdir. Amma dil insanın nə idi? Qəlbinin çıxışıdır. Ona görə Əli Əleyhisselamdan bir hədis var. İnsan dilinin altında gizlənib. Danışanda bilərsən ki, bu kimdir? Yəni bu insan, bu dilinin arxasında kim gizlənib? Yəni qarşındakı kimdir? Və ona görə də bir sözlə, kəlmələrimiz də artıq bütün hər birimiz bunu bilirik ki, maşallah bu günləri elm çox inkişaf eləyib, tərəqqi çoxdur və mütaliə də çoxdur, kitablar çoxdur maşallah və bilirik ki, bizim kəlmələrimiz, hədislərə də istinadən belədir, Quranın da özü də bunu buyurur, kəlmələrimiz əslində bizim talihimizi müəyyənləşdirir. Bizim üçün müqəddərat həll eləyir. Və kəlmə ola bilər ki, insanın ayağında bir dənə kəndir olar. Kəlmə insanın ayağından illərin kəndirini açar. Kəlmə, məhz kəlmə. Ona görə qadınlar, bugünün qadınları danışdıqları kəlmələrə çox tövsiyə eləyərdim ki, diqqət eləsinlər. Və həyat yoldaşını özünə aşiq eləmək istəyən xanım gərək kəlmələri daha çox seçsin. Hansı kəlmələri həyatımıza gətirməliyik, hansıları həyatımızdan silməliyik. Bəli, ki ailən olsun, firavan, xoşbəxt və kişi qadından mənəvi ləzzət alsın. Bəziləri kişiləri öz zahiri gözəllikləri ilə yanlarında saxlamaq istəyirlər. Amma mənəvi cəhətdən sıfır həddədir. O mümkün deyil, o kişini zəncirlə də bağlayasan, o evdə saxlaya bilməzsən. Amma bir qadın, ağıllı qadın o qadındır ki, dili ilə, kəlmələri ilə, mənəviyyatı ilə həyat yoldaşını özünə aşiq eləsin. Dövrün ən gözəl xanımı, ən ağıllı və tərəqqi etmiş və mənəviyyatı yüksək olan, kamil olan xanım, mən bu xanımı deyərdim. Belə xanımlar deyərdim. Daha çox diqqət tələb edən, daha çox nələrinsə üstündən xətt çəkmək lazım olan bir əməldir. Çünki o əməl elə tək həyat yoldaşına yox, bəzən də ictimaiyyətdə də gərək danışılan hər bir kəlməyə o qədər diqqət eləyək ki, bəzən o kəlmə bizə sonra tərsinə gəlir. Sonra onu bərpa etmək çox-çox çətin olur. Bəli. Aybəniz xanım, bugünü bizlərlə bölüşdüyünüz üçün sizlərə dərin təşəkkürümüzü bildiririk və sizdə ən sonda sizin bizim izləyicilərimizə təbrikinizi eşitmək istəyərdik ki, sizlər buyurun. Mən də hər birinizi təbrik edirəm, əziz tamaşaçılar və dinləyicilər. Hər birinizi Allah Taala bu günləri bizə bu arzu ilə istəyərdim ki, bitirə verilişi. Bu günləri bizə daim yaşatsın, bu günlərin fəzilətini daim bizə yaşatsın, bu günləri anlamağı bizə yaşatsın
Və biz bu günləri dərk eləməyi bizə Allah nəsib eləsin. Mən hər birinizə bunu arzu eləyərdim. Çünki Həzrəti Fatimə Salamullah əleyhanı tanımaq, dərk eləmək çətindir. İmam Sadiq əleyhissalam deyir ki, Qədir gecəsi necə əzəmətli gecədir, dərk olunmayıb. Xanım Zəhra da bir Qədir gecəsi kimi dərk olunmayıb, əzəməti o qədərdir. Ona görə biz çalışaq xanımın hərəkətlərinə, rəftarlarına çox diqqət eləyək. Xanımın da hərəkətləri elə onun sözləri ilə əslində özünü göstərir. İnsan danışanda ki, görsənir kimliyi. Xanımın sözləri, kəlmələri bizim həyatımızı dəyişdirəcək qədər gücə malikdir və mən hər birimizə xanım Zəhra Salamullah əleyha kimi bir xanım olmağı, bir qadın olmağı, bir möminə olmağı arzu edərdim. Bəli, təşəkkür edirik. Bir daha sizi və əzizlərinizi məhz bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Çox sağ olun, Allah razı olsun, mən də sizləri. Bəli, əziz izləyicilər, təqvimlərimizin bu günündə, Mövlud günündə bizlər də xanım Zəhra həyatına, xanım Zəhranın rənginə, xanım Zəhranın nurundan bir qədər danışdıq. Amma Allahdan tək diləyimiz var ki, məhz bu günlərdə xanım Zəhranın eşqini yaşamağa, xanım Zəhra ilə qəlblərimizin döyünməsini əgər istəyiriksə, mütləq bugünün sahibinə tərəf üzünüzü tutun və ona təbrik ərz edin. Başda İmam Zaman Əcəlallahu Fərəcəhum Şərif olmaqla hər birinizi bir daha bayram münasibəti ilə, bu gözəl mövlud münasibəti ilə Nurən ən-Nur, nur üzərinə nur qərqə olmuş bir xanımın mövludu münasibəti ilə təbrik edirəm. Çalışaq ətrafımızda olan xanımlarımızı bugünün mahiyyətindən danışaq. Əlimizdən nə gəlir onlar edək. Xidmət elə bax budur. İmamın xidmətində durmaq istəyirsinizsə və dövrünüzün imamına xidmət etmək istəyirsinizsə, bugün onun anası xanım Zəhra Salamullahi əleyhanın adından İmam Zaman Əcəlallahu Fərəcəhum Şərifə, ya İmam Zaman ağa, anavın mövlud günü mübarək deyərək gününüzü başlayın. İnşallah bu niyyətlə də sizlərdən ayrılıq. Çünki bizim bu verilişimizin sponsoru olan Lamiyə Cavadovanın Mələyim Uşaq Qadın Hicab geyimlərinin sponsorluğu ilə biz də sizlərlə mövluda gəldik və mövluddan da ayrılırıq. İnşallah gələn verilişdə görüşmək ümidi ilə deyirik. Sağ olun, salamat qalın. Əgər siz də özünüzə və övladınıza hicab geyimləri axtarırsınızsa, onda Modeliyer Cavadova Lamiyəyə aid olan Mələyim Uşaq Qadın Hicab geyimlərinə müraciət edin. Yüksək keyfiyyətlə ən əsası kamilliyə üstünlük verilərək hazırlanan bu geyimlərdən siz də yararlanın.